Hə, köhnələr. Söz verdiyim kimi bundan öncədə olan bir videodan sonraya baxdıza, orada dedim bu videonun ikinci hissəsi olacaq. Buyurun, bu da bunun ikinci hissəsi. Mövzu da bizim bu dəqiqə, yəni baytarlığımız, kənd təsərrüfatımız, fermerliyimizin vəziyyəti nə yerdədir? Təəssüflər olsun ki, acınacalı bir vəziyyətdədir. Heç bunun üçün uzağa getmək lazımdır. Sadəcə elə biz həmən bu fermer məhsulların qiymətlərinə baxsaq və bunları müqayisə etsək qonşu dövlətlərlə və bizim maaşlarımızla görəcəyik ki, vəziyyət yaxşı deyil. Yəni fermerlıq tam şəkildə başa düşdünüz də, yəni də elə bir yerlərdə cəmləşib ki, əslində, yəni ki, sağlam rəqabət atmosferi yoxdur. Yəni ki, kim nə istəyir o qiyməti də qoyur, öz aralarında danışırlar, yaxşı qiymətlər qoyurlar, tək özlərinə sərf eləsinlər. Neysə, bu tam başqa bir mövzudur. İndi keçək yaxşı, heç olmasa bu fermerlər, yəni ki, hansı baytarlardan istifadə edirlər? Yəni baytarlıq bizdə nə vəziyyətdədir? Açığı mən elə bilirdim ki, bizdə vəziyyət pis deyil. Amma bax dünən mənim bir yaxın dostum var, həkimdir. Özü bir sünə həkimidir, reanimatoloq. Reanimatoloq bilirsiniz nədir? Yəni ki, ölünü dirildənlər də. Kimsə öldü, çağırın gəlsin, dirilsin, amma sonrası müalicəsi bunluq deyil. O adam da həm də heyvansevərdir. Yəni özü də cürəbəcür heyvanlar evdə saxlayır, nə bilim, it saxlayır, pişik saxlayır, quş saxlayır. Yəni ki, bu cür adamdır da. Yəni sevir, uşaqlıqdan bu zoologiyanı sevir, biologiyanı sevir. Öz sahəsində də professional bir həkimdir. Neysə, bunun yəni bu hobbisinin əsasında bu insan artıq heyvanların da xəstəlikləri ilə özü başlayıb maraqlanmağa və həkim olduğu üçün o məlumatı çox tez qavrayıb və qəşəng bilikləri var bu sahədə. Hətta bir yaxın dostu var bunun, hansı ki fermerliklə məşğuldur. Ona da bir konsultativ rolda köməkliklər göstərib və onun heyvanlarına nəzarət edib və istər-istəməz bu fermerlərin təmasda olub da bunlarla. Yəni ki, bunların həyatından bir balaca məlumatlı olub. Təsəvvür eləyin ki, yəni bizdə Azərbaycanda, yəni fermerlərimizin bir böyük bir qismi məsələn heç belə yəni mütəmadi olaraq özlərinin yanında məsələn heç baytar saxlamırlar. Məsələn, belə götürsək, həmən Türkiyə ilə müqayisə etsək, Türkiyədə yəni 5 dənədən artıq əgər iri buynuzlu ya kiçik buynuzlu dəqiq bilməm, iri buynuzlu 100% artıq olan yerdə onun mütləq öz şəxsi baytarı olmalıdır. Bizdə isə baytar konsultativ xarakter daşıyır. Yəni bir dənə yerdə 10 dənə yerə gedir ona baxır, buna baxır. Elə bir ki, təcili yardımdır. Neysə, həmən o mənim dostum mənə bir dəvət göndərdi. Sən demə, bizdə bir qrup var Facebookda, heyvandarlığa aid. Kalan da yeri gəlsə followerları var. Yəni izləyiciləri, 70 mindən çox izləyicisi var. Mən girdim orada bu forumları oxudum. Yəni orada bax sizin kimi, mənim kimi, bizim vətəndaşlar, kim ki fermerliklə məşğuldur, biri sual yazıb ki, pes yaşur xəstəliyi yolxulub onun heyvanı, hə nə məsləhət görərsiniz? Altında da yazılar gedirdi. Valla mən bu videonun sonunda o skrinləri çəkmişəm, qoyacağam. Bir dənə baxarsınız, görün cəmaatın yorumları nə cür biədəbdir, nə cür savadsızdır, nə də cahillik nümayiş etdirirlər. Nə deyim sizə? Yəni bir dənə özünüz oxuyub baxarsınız. Məsələn, bir-iki cümləni mən sizə istəyirəm götürüm burada. Biri yazır indi məsləhət verir də ona ki, heyvanın vəziyyəti nədir və onu nə cür müalicə eləməyi. Deyir ki, bir stəkandır transformator yağı deyir ona, içizdir. Heyvanlar başa düşürsünüz. Ne bileyim, kimsə məsləhət görür sidiyi çizdirməyi, kimsə məsləhət görür sidiyi götürüb həmən transformator yağı ilə qarışdırmaq, üstünə benzin tökməyi, ne bileyim, dərisinə vurmaq. O biabırçılıq. Yəni bax bu cür nə vəziyyətdə, bax bizim bu dəqiqə heyvandarlığımızdır. Yəni mən heç görmürəm, varmı belə nəsə bir proqramlar, hansı təşkilatlar baxır buna, təşkil etsinlər, maarifləndirsinlər, cəmaat da öyrənsin. Yəni belə fermerlik olar. Sonra da biz qalırıq ki, ət bahadır, ət çatmır. Onu deyim, həmən o həkim mənə deyir ki, bax elementar bir şeydir, bax bizim fermerlərimizin ən böyük səhvlərindən biri. O yaşur xəstəliyinə qarşı vaksinasiya olunmalıdır heyvanlar. Həmən vaksinlər var, bəli, amma bir onlardan heç anlayışı yoxdur ki, bu vaksinlər xüsusi şəraitdə saxlanılmalıdır. Onların temperaturu olmalıdır, nəmişliyi olmalıdır, digər və s. Yəni alır vaksini, istəyir alanı, istəyir satanı. Hələ belə ciblərində gezdirirlər, vırırlar heyvana, sonra da görürlər ki, heyvana təsir eləmədi.
Yəni bu cür hallar deyir vokruq da okula da ətrafda budur. Bu vəziyyətdədir. Belə bizim, yəni ki, baxarsınız, mən qoyacağam o yorumları, siz oxuyun, görün də, yəni ki, nə vəziyyətdir. Həmçində bu həkim deyir o genə haqqında. Biz görmüsünüz ki, kimsə qoyunlarını genədən təmizləsin, amma halbuki o genə birbaşa, yəni ətin xəstə olmağına hələ birbaşa dərmandır. Bilirsiniz onu? Yəni ki, 100% onu xəstə eləyir. Genəni, yəni müəyyən, yəni Avropa ölkələrində qoyunları böyük bir vannalardır, ora müəyyən bir kimyəvi maddə tökürlər, buraxırlar sürünü bir-bir çıxır oradan, sonra da abrabotqalayırlar onu, o cürünə genəni rəddələyirlər ondan. Bizdə belə bir şeylər heç birinə əməl olunur da, qəti şəkildə. Başa düşdünüz? Yəni mənim bu videomun məqsədi nədir? Mən ümidvaram ki, siz də bunu paylaşarsınız. Xahiş edirəm, paylaşın, qoyun cəmaət görsün. Mən istəyirəm ki, bir balaca bizim cəmiyyətimizi özümüz içəridən başlayaq düzəltməyə. Nizam-intizamlı olaq, düzgün olaq, dürüst olaq. Düzdür, çətinliklərimiz çoxdur respublikada, amma bunu da nəzərə almaq lazımdır ki, biz cəmi 30 ilin respublikasıdır. Yəni ki, mənim özünüz görürsünüz də, yəni ki, akkauntumun əsas məqsədi, mənim missiyam bax budur. Yəni budur. Necə deyərlər? Hə. Bir də sizdən xahiş eləmək istəyirəm. Yəni çox xahiş edirəm. Mənim digər profillərim var. Başlıqda görəcəksiniz. Instagramdır, YouTube'dur. Xahiş edirəm, orada abunə olun. Bu qədər qəlbdən qəlbə.